Salam değerli izleyiciler, her vaxtınız xeyirli olsun. Bugün Cumhuriyet Bayramımızdır. 1918-ci ildə Cumhuriyet Bayramı ilk dəfə qeydə alınıb. Bugün 107 yaşı tamam olur. Bir oyna bir yan. Sergide. Gelin biraz sen Allah'a. Biraz daha gelin. Durun. Dur. Sen de Azerbaycan demokrasiya. İnşallah bu. İnşallah. Azerbaycan demokrasiya. Günde dinlenin. Kaç kadar boşaldım? Kaç şey? Çok ciddi. Bir daha tekrar edirəm, bugünləri Azərbaycan Cumhuriyyətinin 107 illiyini qedirlər. Bugün Azərbaycanda Cumhuriyyət Bayramıdır.
Bir anda çık, yolda çık. Tamam, neredesin? Bizim necədir? Gel boşalma. Gel yola. O biri şəkil. Gel. Məmməd abi Rəsulzadə şəkili. Siz orada durun. Olmuyor. Tamam. Ona göre çömeği lazım. Senden başladık. Ah, mikrofonumuz yoktu. Mikrofon alın. Ana! Ana! Dostlar, Ceyhun! Ha, getirdim. Burada durma. Ceyhun da mikrofonı. Ana! Değerli dostlar, burada iştirak eden ve etmeyen ama ürəyi cümhuriyyət dəyərləri ilə döyünən hər kəsin bu günləri bayramını təbrik edirik və ölkəmizin taleyində, tarixində ən işıqlı səhifələrdən biridir Cümhuriyyət. 28 may istiqlalı və bu vətənləşmə günüdür, millətləşmə günüdür, devlətləşmə günüdür. Bu münasibətlə hər kəsi təbrik edirəm. Əlbəttə,
Bu mübarək günə gedən yol uğrunda Rəsulzadə və onun dava arkadaşları böyük bir mücadilə yolu keçiblər. Əslində ideya kimi devlət olmaq, millət olmaq, vətənə sahib çıxmaq ideyası 19-cu əsrin sonlarında yaşayan Azərbaycan mütəfəkkirləri tərəfindən hədəf olaraq göstərilmişdi. Ümmətdən millətə keçid kimi tarixi bir yol müəyyən edilmişdi. Bu yolun banisi Həsən bəy Zərdabi idi və onun yetirmələri Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu, Əlmərdan bəy Topçubaşı birinci mərhələdə bu missiyanı öz üzərlərinə götürdülər. Az sonra tarixin səhnəsinə Məhəmməd Əmin Rəsulzadə çıxdı. Rəsulzadə sözün tam mənasında bir cümhuriyyətin yaradılmasın özünün fəaliyyətinin əsas hədəfi hiss etdi və xüsusilə mühacirətdən qayıdandan sonra 1913-cü ilin sonları, 14-cü ilin əvvəllərində ki, milli dirilik konsepsiyasını yaratdı və hər bir millətin diriliyi onun mövcudluğundan, dövlətləşməsindən və millətləşməsindən keçirdi. Və Rəsulzadə bu konsepsiyanı 13-cü ildə irəli sürsə də, nəhayət 18-ci ildə bunu gerçəkləşdirə bildi. May ayının 28-də deməli Azərbaycan Xalq Cümhuriyyəti elan edildi və millət öz devlətini qurdu, öz torpaqlarına sahib çıxdı və Cümhuriyyət formasında müstəqilliyinə nail oldu. Üzeyir bəy öz yazılarının birində göstərirdi ki, daha doğrusu Bir Yaş adlı yazısında göstərirdi ki, Cümhuriyyətin birinci il dönümündə biz bu Cümhuriyyətə gəlib yetişməkdən ötürü dəryalarca qan verdik. Və tale elə gətirdi ki, o zaman Cümhuriyyətə gedən yol və 90-cı illərdə də Cümhuriyyətin bərpasına gedən yol o dəryalarca qandan keçdi. Və yaxud da ki, bu Cümhuriyyətin qurucularından biri Əlmərdan bəy Topçubaşı öz məktublarında yazırdı ki, biz bu Cümhuriyyətə qovuşmaqdan ötürü kipriklərimizlə od götürdük. Və sözün tam mənasında bir nəsil ki var idi, həyatın bu Cümhuriyyətin qurulmasına həsr etmişdi. Bunların içərisində başda Məhəmməd Əmin Rəsulzadə olmaqla, Əlmərdan bəy Topçubaşov olmaqla, Fətəli xan olmaqla, Nəsib bəy olmaqla, Həsən bəy Ağayev olmaqla və Azərbaycan Cümhuriyyətinin ilk parlamentində təmsil olunan, ilk dövlətində, hökumətində təmsil olunan o qurucu babalar olmaqla gerçəkdən bir devlət vücuda gətirdilər ki, üzərindən 107 il keçməsinə baxmayaraq, biz yenə də sizinlə birlikdə o Cümhuriyyətin 107-ci il dönümünü qeyd edirik. Cümhuriyyət nə idi? Cümhuriyyət bir sevda idi. Cümhuriyyət 100 ildən artıq əsarətdə sıxılan bir millətin azadlıq məqamı idi. Cümhuriyyət Rus imperiyasının müstəmləkə sisteminin dağılmasından Cümhuriyyət formasında tapılan bir nicat idi. Ona görə də nə qədər Azərbaycan xalqı, nə qədər Azərbaycan milləti yaşayırsa, bu Cümhuriyyət də olacaq. Baxmayın, onların liderlərinə heykəllər qoymurlar, böyük, tutalım deyək, layiq olduğu sayğını göstərmirlər. Amma o böyük insanların abidəsi
Millətin qəlbindədir. Yəni, adamları bu günləri heç kəs bura inzibatı yoldan gətirmir. Adamlar bura öz ürəyinin hökmü ilə, düşüncəsinin hökmü ilə gəlirlər bu ziyarətə. Və nə qədər ki, müstəqil dövlət olacaq, Rəsulzadə olacaq, Cümhuriyyət qurucuları olacaq və millətin yaddaşında bu hadisə zaman-zaman nəsillər dəyişəcək, yeni insanlar gələcək. Amma millətin yaddaşından bu cümhuriyyəti silmək mümkün olmayacaq. Çünki cümhuriyyət bir dəyərdir ki, həmin 18-ci ilin 28 may istiqlalında təcəlla etmişdi və o 2 ilin, heç 2 ildə tamam olmadı, 23 ayın istiqlal mücadiləsi millətin ideallarının təcəlla etməsində öz əksini tapdı. Dünən axşam mən Amerikada olanda bir Cümhuriyyətlə bağlı bir hardasa 20 dəqiqəlik bir proqram çəkmişdik. Tanınmış jurnalist Aynur Talıbova ilə birlikdə. Dünən o yayıldı. Bizim Cümhuriyyət haqqında fikir və mülahizələrimizin bəzi hissəsi orada öz əksini tapıbdı. Əlbəttə yığcam formada. Amma Cümhuriyyət barəsində görürsünüz, bütün bu təqiblərə baxmayaraq, deyək, göz ardı edilməsinə baxmayaraq, sayğı göstərilməsinə baxmayaraq, müstəqillik devrində nə qədər kitablar yazıldı, nə qədər deməli, filmlər çəkildi, nə qədər proqramlar hazırlandı. Və o proqramda da elə mənə sual verilir ki, bu mövcud Əliyevlər hakimiyyətinin bu cümhuriyyətə belə sayğısız münasibəti nə ilə bağlıdır? Əlbəttə, bunlar cümhuriyyəti özlərindən hesab eləmirlər. Yəni, o şey ki, bunlara aid deyil, onların hamısına göz ardı eləməyə çalışırlar və Azərbaycanda nə varsa hamısını öz adları ilə bağlamaq istəyirlər. İndi Rəsulzadə kimi böyük bir mütəfəkkiri, əməl adamın, fikir adamın, ideya adamın necə tarixdən endirəsən ki, Əliyevlər özlərin deməli tarixdə bərqərar etsinlər. Sovet hökuməti 70 ilə yaxın Rəsulzadəyə qarşı mübarizə apardı. Rəsulzadəyə qarşı mübarizə aparanların demək olar ki, hamısı ondan qabaq öldü, tarixin zibilliyinə qoşuldu və bugün də bizimlə qonşu olan ölkələrdə qurucu babalara olan sayğıya diqqət yetirin, bizdə olan sayğıya yetirin. Çünki Cümhuriyyət, onun liderləri örnək şəxsiyyətlərdir, tarixə örnək vermiş şəxsiyyətlərdir. Onlar Əliyevlər üçün qorxulu yuxu kimi bir şeydir. Məsələn, Nəsib bəyin o təmizliyi, Fətəli xanın baş nazir kimi millətə xidməti, Əlmərdan bəy Topçubaşovun Azərbaycan parlamentinin sədri kimi fəaliyyəti, Azərbaycanı Paris Sülh konferansında təmsil etməsi, Azərbaycan idealların dünyaya çatdırılması və Rəsulzadə kimi həyatın bütün cümhuriyyət dəyərlərini həsr etmiş bir adamı tarixdən silmək mümkün deyil və bu günləri biz böyük iftixarla qeyd etməliyik ki, Cümhuriyyət tarixinin, Cümhuriyyət taleyinin, Cümhuriyyət ənənələrinin bərpa edilməsində Azərbaycan Xalq Cəbhəsinin o 80-ci illərin sonlarında başlamış o möhtəşəm hərəkatın böyük rolu oldu və Cümhuriyyət irsinin qaldırılmasında Xalq Cəbhəsinin yaradıcısı və təsisçisi Əbülfəz Elçibəyin böyük xidmətləri oldu. Rəsulzadə! Rəsulzadə! Rəsulzadə!
Değerli dostlar, hayatta en şerefli iş milletin hakkı ve hukuku uğrunda mübarizə aparmaqdır. Ve bu günləri siz ki, bu kadar mesafəni qət edib bura gəlmişsiniz, hamınıza eşq olsun. Sağ olun bu fikrə görə, bu dəyərə görə. Ey aziz Cumhuriyet severler, Azerbaycan severler, azadlık aşıkları, Resulzade yolunun yolcuları, hamınızı ürəkdən salamlayıram. Aziz həmvətənlər, bugün Azerbaycan tarixinin en şerefli günüdür. Bugün bizim en büyük milli bayramımızdır. Bugün Azerbaycan adlı müstakil devletin yaranışı günüdür. Ama təkcə müstakilliğimizin günü değil, hem de Azerbaycan'da Demokratik Respublikanın, Cumhuriyetin kurulduğu gündür, azadlığın günüdür. Bu bayram münasebetiyle her birinizi ürəkdən tebrik edirəm. Biz bugün de bu büyük, müqəddəs milli bayramımızı məhz büyük lider Resulzade'nin huzurunda qeyd edirik. Neye göre biz bu müqəddəs günde her zaman bura toplaşırıq? Ona göre ki biz Cumhuriyet sevdalıları yaxşı bilirik ki Azerbaycan Cumhuriyetine, Azerbaycan demokratiyasına en büyük abide elə Resulzade'dir. Resulzade obrazıdır. Onun da yegane abidesi buradadır. Ona göre biz buradayız. Mən hərdən düşünürəm ki, Məhəmməd Əmin Rəsulzadənin bu millete bəxş edilmesi, uca yaradanın bu millete bir nimetidir. Bu büyük şəxsiyyəti bize bəxş etməklə sanki bütün zamanlar için bize özgüven ünvanı yaradıblar. Bütün zamanlar için bu millete İnam ünvanı yaranıp, Məhəmməd Əmin Rəsulzadənin hayatı bize bütün zamanlarda bir örnektir. Bakın, Azerbaycan için, azadlık için, Cumhuriyet için ondan artık hiç kim kurban vermedi. Resulzade kadar bu millet için hiç kim fedakarlık etmedi. Məhəmməd Əmin Rəsulzadə bu millet için bu kadar fedakarlıklar ederken yine de teessüf ki nankörler ve namertler tapıldı. Onu qaralayıp bu milletin gözünden salmak istediler. Belki de 100 yıl bu mübarizəni apardılar. Ama sonda Resulzade galip oldu. Çünkü bugün hatta onu sevmeyenler de Resulzade ve onun silahtaşlarının kaldırdığı o 3 renkli bayrağımızın karşısında diz çökürler. Bugün Azerbaycan halkının mütlak ekseriyeti Resulzade yolundadır.
Resulzade galipdi. Onu bu millet gerçek ümummilli lider sayır. İndi ölkəmiz çətin zamanlardan keçir. İndi əlbəttə ki, çox böyük çətinliklərlə üz-üzədir bütün demokratlar, bütün azadlıq sevdalıları, cumhuriyyətçilər, çoxsaylı həbslər, məhrumiyyətlər, yolun uzaqlığı bəzilərinizi ruhdan sala bilər. O zaman bizim o ulu öndərlərimizi, bizim o kurucu babalarımızı hatırlayın. Görün ki onlar hansı çətin zamanda, çətin şərtlərdə bu cumhuriyyəti qurdular. Ölkə başdan başa işgal altındaydı. Ordu yok, xəzinə yok, dövlət institutları yok. İnsanlarımız təhsilsiz, mətbuatsız, xurafat meydan oxuyur və belə bir vaxtda bu milletin bağrından çıxan sayılıp seçilmiş evladları Azerbaycan'ı nəinki müstakil dövlət kimi bərpa edirlər, qururlar. Hətta bütün Avrupa'da nümunə olacak, başımızı bugün de uca eləyəcək, tam demokratik bir halk cumhuriyeti kururlar. Bakın, bu bir nümunedir. Eğer bizim halkımız bütün o hücumların karşısında Resulzade'ni ayakta sakladısa, demeli halkımız her zaman azadlıktan yanadır. Onu müvəqqəti olarak həbslərlə qorxuda bilərlər. O özünü susmuş kimi, barışmış kimi gösterebilir. Ama her zaman kalbinin derinliğinde o adaletten yanadır, azadlıktan yanadır, demokrasiyadan yanadır. O fürsət gözlüyür. Ona göre de bugünkü demokratlar da bunu bilmelidirler. Qətiyyən ümitsizliğe düçar olmayın. Milletimizin adaletine emin olun. Milletimiz Resulzade'ni başı üzerine kaldırmış, gelir bilen milletimiz her zaman azadlıktan, adaletten yana olacak. Buna hiçbir şüpheniz olmasın. Benim, ben tesadüfen 107 yıl önce Azerbaycan'daki çetin, ümitsiz şeraiti hatırlatmadım. Bakın, kurucu babalarımız o dövrde, o ağır şartlar altında bacardılar. Bize indiki şartlar çetin görünür. Ama o vaxtla müqayisədə indi daha yaxşıdır. Sizi həbslərin çoxluğu narahat etməsin. İndi bizim sosyal şəbəkələr vasitəsilə səsimiz 100 minlərə, milyonlara çatır. İndi Azərbaycan xalqı başdan başa savazlıdır. Azərbaycan xalqı haqqın yanındadır. Ona göre de indi de bizim o şansımız var ve biz mütləq 107 yıl bundan önce kurucu babalarımızın bacardığını biz de bacaracağız. Ve Allah'ın köməkliğiyle, bu milletin əzmiyle yeniden 3. dəfə ve ebedi olarak Azerbaycan Cumhuriyetini bərpa eləyəcəyik. Azerbaycan ebediyen var olacak. Eşq olsun Azerbaycan'a. Benim bugün ülkemizin üzerinde qaramat bulutlar dolaşır. O qaramat bulutlar ülkemizi karanlığa düçar ettikçe Resulzade ideyaları, Cumhuriyet ideyaları, azadlık ideyaları daha da cür parlayır. Ey sevgili azadlık, ölünmezli uğruna soruşan, sual eden bizim muhasirimiz, mübarize şairimiz, əqidə dostumuz Saadet Cahangir
bizim hislerimizin en güzel tercümanıdır. Bəli, biz azadlıq sevdalılarıyıq. Biz azadlıq üçün, Azərbaycan üçün ölümü belə gözə almış insanlarıq. Və ona görə də biz artıq heç nədən, heç kimdən qorxmuruq. Biz Azərbaycana azadlığı gətirəcəyik. Azərbaycanın haqqı da azadlıq. Yani biz Cumhuriyet sevdalıları, Azerbaycan azadlık sevdalıları demokrasiyadan yanayız. Biz seçilen hakimiyetten yanayız. Bu da demektir ki her cür monarxiyaya, hukuksuzluğa karşıyız. Biz tek adam hakimiyetlerine karşıyız. Ve biz çoxuq. Ve biz bacaracağız. Ona göre de tonda sesimizi büyük milli liderimizin sesine, şairin sesine koşarak hamımız birlikte, qətiyyətle deyirik. Sen bizimsen, bizimsen, durdursa bedende sen, yaşa, yaşa, çok yaşa, ey İstanbul! Ve sonda sizlere iki kelime minnettarlık sözlerim. Aziz həmvətənlərim, əqidədaşlarım, cəbhəçi mübarizə dostlarım, var olun ki, bugün de, bu ağır zamanlarda da direnişin ünvanı olarak kalırsınız. Müqavimətin ünvanı olarak kalırsınız. Azerbaycan'da azadlığın son qalası olarak kalırsınız. Var olun ki, teslim olmursunuz. Var olun ki, bu mübardə əzminizlə millətimize aşılıyorsunuz ki, bu milleti susturmak mümkün olmayacak. Bu milletin kalbinden azadlığı söküp çıkarmak olmayacak. Biz bütün çetinliklere çine geleceğiz ve hamımız birlikte bacaracağız. Eşk olsun benim əqidə dostlarıma. Eşk olsun Azerbaycan'ın şəxsiyyətlə var olun. Dostlar, bir kəlmə məlumat verim ki, bu ziyarətinə gəldiyimiz heykəlin müəllifi tanınmış memar, heykəltaraş Cavanşir Dadaşovdur və həm də ki, bu heykəl Rəsulzadə haqqında qoyulmuş ən gözəl abidədir və yəqin ki, zaman gələcək Rəsulzadənin heykəlləri qoyulacaq, amma Cavanşir bəyin qoyduğu bu heykəl həmişə öz əhəmiyyətin, öz sənət dəyərin saxlayacaq və həm də bu heykəl elə bu kəndin və ətraf kəndlərdən toplanan iyanə vəsaitləri hesabına ucaldılmışdır. Ona görə də hər dəfə biz gəlirik bu heykəlin ziyarətinə, amma onun müəllifini də yad eləmək lazımdır və ona da bir təşəkkür borcumuz var. Var olun. Dur. Böyle ben şey. Gençler getməsinlər, əməylə ayrıca şəkil çəkirlər. Gençler getməsin. Xahiş olun, gəlsinlər, qabağa imkan verin, Gençler.
Bayrağı. Bayrağı dedi.